Salam dəyərli şagirdlər. Bu gün sizinlə 23 noyabr güvənləşir sınaq 5 11-ci sinif 3-cü qrupların suallarının izahına baxırıq. İki yarımkürədə yerləşən materiklərin fərqli xüsusiyyətləri. İki yarımkürədə yerləşən materik deyirsə, söhbət əlbəttə ki, Şimali Amerika və Avstraliyadan söhbət gedir. Qütb gecə və gündüzü müşahidə olunur. Bəli, Şimali Amerika materikində qütb gecə və gündüzü müşahidə olunur. Amma Avstraliya materikində qütb gecə və gündüzləri müşahidə olunmur. Sahillərini sakit okean suları yuyur. Bu oxşardır. Bizdən isə fərqli cəhəti soruşur. Günəşin zenitdə olma prosesi baş verir. Bəli, həm Şimali Amerikada, həm Avstraliya materikində günəşin zenitdə olma prosesi baş verir. Bu da oxşar xüsusiyyətdir. Bizdən yenə deyirəm, fərqli xüsusiyyəti soruşur. Şimala doğru havanın orta illik temperaturu azalır. Bəli, Şimali Amerika materikində şimala doğru havanın orta illik temperaturu azalır. Avstraliyada isə tam əksidir. Ərazisində Alp qırşığına aid dağlar yerləşir. Bu fərqli xüsusiyyətdir. Şimali Amerikada Kordilyer dağlarında, Alp qırşığında əmələ gələn dağlar var. Amma tropik siklonların təsirindən məruz qalır. Bu isə oxşar xüsusiyyət. Hər ikisi də tropik siklonların təsirinə məruz qalır. Doğru cavab olacaq 1, 4, 5 C variantı. Növbəti sual 62-ci suala baxırıq. Xəritə sxemasından orta illik yağıntıların daha çox düşdüyü əraziləri müəyyən edin. Xəritəyə görə biz bilirik ki, orta illik yağıntılar daha çox ekvator boyu ərazilərə düşür. İl boyu eyni temperatur və hava şəraiti, yağıntıların miqdarı isə 2000 mm-dən çoxdur. Doğru cavab. Burada il boyu ekvatorial hava kütlələri 3 və 4-də. 5-də isə musson rejimli hava kütlələri hakimdir yay boyunca. Deməli, doğru cavab 3, 4, 5 D variantı. Növbəti suala baxırıq. Siklon üçün xarakterli xüsusiyyətləri müəyyən. Biz bilirik ki, siklon mərkəzdə alçaq, kənarlarda yüksək təzyiq sahəsidir. Yəni, hava kənardan mərkəzə doğru hərəkət edir. Baxırıq, cənub yarımkürəsi üçün səciyyəvi deyil. Cənub yarımkürəsi üçün səciyyəvi deyil. Bu yanlış fikirdir. Bizdən doğrunu soruşur. Deməli, mərkəzində yüksək təzyiq sahəsi mövcuddur. Xeyr, alçaq təzyiq sahəsi mövcuddur. Şimal yarımkürəsi saat əqrəbin hərəkəti istiqamətinin əksinə hərəkət edir. Bəli, bu doğru fikirdir. Buludluluq artır, yağıntı düşür. Bəli, buludluluq artır, yağıntı düşür. Bu siklonun xüsusiyyətləridir. Atmosferin qapalı alçıq təzyiq sahəsində əmələ gəlir. Deməli, doğru cavabımız oldu 3, 4, 5. Atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. 3, 4, 5 D variantı. Növbəti suala baxırıq. Eylerven diaqramına əsasən uyğunluğu müəyyən edin. Appalaz dağları və Altay dağlarından söhbət gedir. Biz bilirik ki, Appalaz dağları, deməli, şərq yamacları Atlantik okeanından gələn hava kütlələrinin təsirlə yayda bol yağıntı alır. Bu getdi Appalaz dağlarına. Təkrar qırışıqlığa məruz qalan yenidən törənmiş dağlardır. Müəllim məsələ söhbət Altay dağlarından gedir. Qədim dağlardır. Qədim dağlardır, müəllim məsələ hər ikisi də qədim dağlardır. Və Kaledon Hersinin dağ əməlgəlmələrində yaranıb, hər ikisi də ortaq xüsusiyyətdir. Deməli, doğru cavabımız oldu B variantı. Növbəti suala baxırıq. Aha, 65-ci suala baxırıq. Hansı materiklərin ucqarı şərq və qərb nöqtələri qərb yarımkürəsində yerləşir? Mənim məsələdə bu nəzəri bir sualdır. Xəritəyə diqqət etsək, söhbət Şimali Amerika, Cənubi Amerika və Avrasiya materikindən söhbət gedir. Cədvələ sizin doğru sıraları müəyyən edin. Dekan yaylası musson təsirinə məruz qalıb platforma sahəsində yerləşir. Bu doğru fikirdir, bəli. Meksika fəal vulkanizm var, geosinknalda yerləşir. Bəli, bu da doğru fikirdir. Anadolu şimaldan və cənubdan qədim dağlara əhatə olunub və ən uca zirvəsi hardadır? Bu yanlış fikirdir. Anadolu ümumiyyətlə geosinklinal Alp-Himalay qurşaqlığında yerləşir. Ona görə geosinklinal qurşaqda, yəni qədim dağlar yerləşmir.
4-ə baxın. Braziliya Atlantik okeanına gələn hava kütlənin təsiri altındadır. Doğru fikirdir bu. Və filiz faydalı qazıntılarında zəngindir. Bu da doğru fikir. Demək 4 də düzdür. Doğru cavabımız elə 1, 2, 4 çıxır. Y variantı. Orta Sibir barxanlar. Barxanlar ümumiyyətlə səhra üçün səciyyəvidir. Yəni arid iqlim şəraiti üçün səciyyəvidir. Amma Orta Sibir isə bildiyimiz kimi daha çox buzlaq yerli formalarına rast gəlinir. Qərbi Avstraliya, bu yanlış fikirdir. Qərbi Avstraliya arid endosyen relyef səciyyəvidir. Materikin ən uca zirvəsi yerləşir. Qərbi Avstraliya, materikin ən uca zirvəsi Şərqi Avstraliyada yerləşir, Qərbi Avstraliyada yox. Xəritə sxemasının yazı yaylası, qusar maili düzənliyi və bozdaq silsilə rəqəmləri müvafiq olaraq müəyyən edin. Məlum məsələdir, xəritə tipli sualdır. Xəritə tipli sual olduğuna görə doğru cavabımız deməli yazı yaylası 3-də olacaq. Daha sonra qusar maili düzənliyi 1-də olacaq və bozdaq silsiləsi də 6-da olacaq. Doğru cavabımız 3, 1, 6. Y variantı. Doğru cavabımız Y variantı. Növbəti suala baxırıq. Rütubətlilik əmsalı daha kiçik olduğu ərazilər. Rütubətlilik əmsalının daha kiçik olduğu ərazilər. Rütubətlilik əmsalının kiçik olduğu deyilsə, quraq ərazilər götürəcək. Səhra və ya yaylalar götürə bilərik. Deməli, Qobi yaylasını götürəcəksiniz. Konqo hövzəsi daha rütubətlidir. Mesopotamiya ovalı götürəcəksiniz. Yarımsəhra, bir də Səhra Əhəqqar yaylası. Doğru cavab 1, 4, 6-da. Yuxarıda verilmiş xətti miqyasa əsasən xəritədə 30 dərəcəlik şərq uzunluğu üzrə 5 şimal en dairəsi və 5 cənub en dairəsi arasındakı məsafənin neçə santimetr olduğunu müəyyən edin. Məlum məsələdir, bu ekvatordur. Daha deməli 5 dərəcə şimal enliyi və 5 dərəcə cənub enliyi. Bunlar arasında həqiqi məsafəni tapmaq üçün biz bilirik ki, əks yarımkərdə olduğuna görə toplayırıq. 5, 5, 10 dərəcə, aralarında 10 dərəcə fərq var. Onu da 1 dərəcə, yəni 30 dərəcəlik meridian üzrə 1 dərəcə meridian qövsünün uzunluğu 111 dərəcədir. Onu da 111-ə vursaq 1110 kilometr. 1110 kilometr. Miqyasımızın da kəmiyyətinə baxırıq. Miqyasımızın da kəmiyyəti 50 kilometr. 1 santimetrdə 50 kilometrdir. 1110-u da 50-yə böləndə 1110 kilometrdə 50-yə böləndə eləyir 22,2 santimetr. Baxa, cavab B variantı. Turan ovalığın hansı xüsusiyyətlərinə görə Küraraz ovalığı ilə oxşar deyil? Platformada əlbəttə ki, yerləşir. Oxşar deyil deyirsə Turan ovalığı. Amma məsələn, neft qazı hər ikisində var, Avrasiya materialında yerləşir hər ikisi, akkumulyativ düzənlikləri hər ikisi, material daxili mövqeyə marşrutu hər ikisi. 71-ci suala baxırıq. Aha. Deməli, Bakıda 21 mart günorta vaxtıdır. Doğru və yanlışı tapaq. Cədvələsin deyir, uyğunluğu müəyyən edin. Deməli, uşaqlar, 130 qərb uzunluğunda gecə yarıdır. 21 martda. Bu doğru fikirdir. Niyə? Çünki Bakı 50 şərq uzunluğunda yerləşir. Bakı 50 şərq uzunluğunda yerləşdiyinə görə 50 dərəcələ meridian əksi 130 dərəcə qərb uzunluğu. Bu doğru fikirdir. Bəli, 50 dərəcə gündüz olsa, yəni günorta olsa 130 qərb uzunluğunda gecə olacaq. Bu doğru fikirdir. Avstraliyada payız fəsli yox, yaz fəsli başlayır. Əslində düzdür, payız fəsli başlayır, amma yanlışın altında yazıblar. 150 şərq uzunluğunda günəş batıb. Bəli, bu doğru fikirdir. 50 şərq uzunluğu meridianı boyu bütün nöqtələrdə gecə və gündüzün uzunluğu bərabərdir. Bu deməli 50 şərq uzunluğu meridianı boyu bütün nöqtələrdə gecə və gündüzün uzunluğu bərabərdir. Bu doğru fikirdir, amma yanlışın altında yazılıb. Bəli, yanlış fikirdir əslində bu. Bu yanlış fikirdir. Bu doğrudur, bəli. 3-4. Daha sonra indi baxırıq. Şimal qütbündə günəş şüaları 23-15 bucaq altında düşür. Şimal qütbünə günəş şüaları 23-15 bucaq altında düşür. Şimal qütbünə günəş şüaları 23-15 xeyr. Günəş əgər ekvator xəttində zenitdədirsə, bu zaman ekvator qütblərə günəş düşmə ucağı 0 dərəcə bucaq altında olacaq.
Deməli, şimal qütbündə günəş var. Bu yanlış fikirdir, yanlışın altına yazırlar. Bu əslində doğrudur da, yəni bunu doğru götürəcəyik. Deməli, doğru cavab olacaq 3, 5, 3, 5, baxırıq. Coğrafi 3, 5, 6 olacaq cavab. 3, 5, 6. Coğrafi koordinatları 30 şimal və 50 şərq uzunluğu məntiqdir. Şarqlı cismin kökü cənub istiqamətə düşür. Bəli, ekvatorda zəngdə olduğuna görə 30 şimal dairəsini bastırmış dirəyin kölgəsi cənuba doğru düşəcək. Mümkün buxarlanmanın 1200 mm rütubət əmsalının isə 0,4 olarsa, orta yağıntıların miqdarını hesablayın. Biz bilirik ki, rütubətlənmə əmsalı nəyə bərabərdir? Yağıntının buxarlanmaya olan nisbəti. Buradan da biz deməli 1200-ə 0,4-ə vursaq, o da edəcək 480 mm. B variantı. Növbəti suallara baxırıq. Aha. 73-cü sual. Doğru sıraları müəyyən edin. Küləklər və xas olan əlamətlər. Tornado tropik siklonlardır. Doğru fikirdir. Tayfun Mərkəzi Asiyada, xeyr, Cənub-Şərqi Asiyadadır. Passat ekvatordan tropiklərə doğru əsir. Passat ekvator, xeyr, bu yanlış fikirdir. Fön isti və quru küləklərdir. Doğru fikirdir. Və Sirokko İtaliya üçün səciyyəvidir. Səmum daimi küləkdir. Xeyr, daimi külək deyil. Doğru cavab 1, 4, 5 D variantı. Alert növü hansı tavaların konvergent sərhəddində yerləşir? Məlum məsələdir, Sakit Okeandan Şimali Amerika. Buzlar qeyri formaların yaydığı silsilələr. Burada ən yüksək silsilələri götürərik. Yəqin ki, deməli, yan silsilə buraları götürənmərik. Peş təsəvvür olmaz. Ləngəviz də getdi. Niyaldağ da olmaz. Qaldı Zəngəzur və Murovdağ. Bunlar içərisində ən yüksək deməli, Murovdağla Zəngəzur silsiləsindədir. Deməli, sonra növbəti suala baxırıq. Aha. Su erozyon və akkumulyativ rillə formalarını müəyyən edin. Təknəvarı dərələr buzlaqlara aiddir. Gilli karstlar yeraltı suların fəaliyyəti nəticəsindədir. Bedləndlər yararsız torpaqlardır. Səhra və yarım səhra zonasında daha çox, o cümlədən bataqlıqlar. Stratovulkanlar heç adiyyəti yoxdur. Gətirmə konusuları. Doğru cavabımız B variantı. Növbəti səhifəyə keçirik. Aha, aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Aşağıdakı əlamətlər hansı əraziyə aiddir? Kordilyer dağlarının mərkəzi hissəsində yerləşir. Əhatə olunduğu dağlar rütubətli hava kütlələrinin qarşısını kəsər ki, onu əraziyə buraxmır. Yəni, söhbət Sakit Okeandan gələn hava kütlələrinin qarşısını alır və iqlim quraq olduğu bitki örtüyü kasıbdır. Bu, Lavrenti yüksəkdir. Əksinə, burada iqlim rütubətlidir. Missisip ovalığında da həmçinin. Missisip ovalı şərq deyil, amma bizdən Kordilyer dağların mərkəzindən soruşur. Böyük hövzə, deməli, Meksika sahil ovalı burada daha rütubətlidir və materikin cənub hissəsində yerləşir və mərkəzi düzənliklər. Mərkəzi düzənliklər böyük bir hissəni əhatə edir və deməli, Kordilyer dağların mərkəzi hissəsində yerləşmiş, qaldı böyük hövzə. Cavab Y variantı, doğru cavabımız. Mehmana və filitsa yataqlar üçün ümumi əlamət polimetar yataqlardır. Hər ikisi də məlum məsələdir. Doğru fikirləri müəyyən edin. Baş Qafqaz silsiləsi, deməli, Baş Qafqaz silsiləsi Babatağdan cənub-şərqə doğru tədricən yüksəlir, yox, alçalır. Talış dağının ən yüksək zirvəsi Buravar silsiləsindədir. Xeyr. Cəyən və İncə düzəli Naxçıvan Arazboy düzənliklərinə aiddir. Bu da yanlış fikirdir. Böyük Qafqaz dağları Kiçik Qafqaza nisbətən daha az parçalanmışdır, əksinə daha çox parçalanmışdır. Zəfər zirvəsi Baş Qafqaz silsiləsində yerləşir. Bu doğru fikirdir. Hündürlüyü də demək 4301 metr olmalıdır. Sonra aşağıdakı fikirlərdən hansı Qərbi Avstraliya yayləsi üçün doğru deyil? Doğru deyil, deməli, səthi bəş sıxıqları ötürüdür. Doğrudur. Quraq iqlim səciyyəvidir. Doğrudur. Filiz mənşəli faydalı qazıntılı zəngindir. Bu da doğrudur. Cənub tropik xəttinin hər iki tərəfində yerləşir. Bu da doğrudur. Seysmik cəhətdən aktiv ərazidə yerləşir. Ümumiyyətlə, Avstraliya materiki seysmik cəhətdən aktiv zonada yerləşmir. Növbəti suallara baxırıq. Deməli, Avropada yerləşən dağ zirvələri müəyyən. Baxar, Matterhorn, Qalxanpike, Mont Blanc. Bu əslində hamısı Avropada yerləşir. Mont Blanc, deməli, Cənubi Avropada yerləşir. Qalxanpike
Skandinaviya yarımadasında yerləşir. Matterhorn da Avropada yerləşir. Bunlar üçü də elə cavab A variantı çıxır. Mitchell Avstraliyadadır. Shasta Şimal Amerikadadır. Mont Blanc Avropada, Mitchell Şimal Amerikada, Appalaz dağlarında. Matterhorn Kongur da Asiyada yerləşir. Shasta da Şimal Amerikada. Bu da getdi. Doğru cavabımız A variantıdır. Qviyana yaylası üçün səciyyəvi deyil. Tepu ilə yaranmışdır. Bu doğru fikirdir. Bu doğru fikirdir. Qədim dağ sistemlərinin qalığıdır, düz. Dendrasiyaya məruz qalır, düz. Cənubi Amerikada yerləşir. Bu da düz. Aktiv vulkanlar var, xeyr. Platforma sahəsində yerləşdiyinə görə orada aktiv vulkan yerləşmir. 10 dərəcə temperatur higrometrin göstərir 40%-dirsə 1 kubmetrə havada neçə qram su buxarı var? 83-cü sual. Sadə bir məsələdir. 10 dərəcə temperaturda 1 kubmetrə havanın doyması üçün 9 qram su buxarı tələb olunur. Bir dəqiqə üzr istəyirəm, səliqətli yazaq bunu. Deməli, yenidən qələm götürürük. Deməli, 9 qram su buxarının doyması üçün 100% götürürük. X qram üçün isə 40%. Burada tənasibi tapanda cavab edəcək 3,6 qram. Doğru cavabımız 3,6 qram. Dağın ətəyində atmosfer təzyiqi 730 mm, zirvəsində isə 530 mm civə sütundur. Zirvədə havanın temperaturu 5 selsiyə olarsa, ətəkdəki temperatur nə qədər olar? Məlum məsələdir ki, zirvədəki təzyiqlə ətəkdəki təzyiqin fərqini tapırıq. Yəni 730 ətəkdədir, 530 da zirvədə. Bunlar arasında təzyiq fərqi 200-də. Bu 200 mm atmosfer təzyiqin hündürlüyə çevirsək, bunu 10 mm vursaq, yəni hər 10 metrə daha doğrusu 1 mm civə sütunu aşağı düşür. Bu da olacaq 2000. Burada yer olmadı. Hündürlük oldu 2000. 2000. Sonra nə soruşur? Zirvədəki havanın temperaturu və ətəkdəki temperatur soruşur. 2000 metr hündürlüyə temperatur nə qədər dəyişir? 2000 metr hündürlüyə temperatur 12 dərəcə dəyişir. Yəni 1000 metrə 6 dərəcədirsə, 2000 metrə 12 dərəcə olacaq. Ətəkdəki temperaturu soruşduğuna görə biraz yuxarıdan yazaram. 12 dərəcənin üzərinə də 5-i gələcək. O da olacaq 17 dərəcə. Deməli, ətəkdə temperatur nə qədər olacaq? 17 dərəcə. Keçirik növbəti suala. Və sonuncu suallara artıq çatırıq. Doğru olmayan ifadələri müəyyən edin. Buludlu havada sutkalıq temperatur amplitudu. Deməli, doğru olmayan ifadələri müəyyən. Buludlu havada sutkalıq temperatur amplitudu daha kiçik olur. Bəli, bu doğru fikirdir. Bizdən isə doğru olmayanı deyir. Buludlu havada sutkalıq temperatur amplitudu daha kiçik olur. Əksinə, bu doğru fikirdir. Bəli, bizdən doğru olmayanı soruşur. Havanın temperaturu ilə mümkün buxarlanma düz mütənasibdir. Bu da doğru fikirdir, amma bizdən doğru olmayan deyir. Qütb enliklərində səth albedosu çox zəifdir. Əksinə çoxdur. Bu yanlış fikirdir. 3. Antisiklonun mərkəzində alçaq, əksinə yüksək atmosfer təzyiqi yaranır. Bu da yanlış fikirdir. 3-4. Udulan radiasiyanın miqdarı səth örtüyün xarakterinə asılıdır. Bu da doğru fikirdir. Materiklərin daxilinə doğru iqlimin kontentləri azalır, yox, artır olmalıdır. Artır olmalıdır. Bu da yanlış fikir. Doğru cavab 3, 4, 6. Şimal tropik xəttli kəsişən materiklərə aid ümumi xüsusiyyətlər. Şimal tropik xəttli bax kəsişir. Deməli, Şimali Amerika, Avrasiya və Afrika. Qısaca yazıram. Bu üç materikə aid xüsusiyyətləri deyir. Mezozoik qırışıqlığına aid ərazilər mövcud deyil. Ümumiyyətlə, mezozoik qırışıqlığı yalnız Şimali Amerika ilə Avrasiya materikində mövcuddur. Afrikada mövcud deyil. Deməli, bunu götürə bilmərik. Pasiv küləşlərin təsirinə məruz qalır. Bəli, hər üçü də pasiv küləşlərin təsirinə məruz qalır. Fəaliyyətdə olan vulkanlar var. Bəli, hər üçündə də fəaliyyətdə olan vulkanlar var. Neft və təbii qaz yataqları yayılmışdır. Bu da doğru fikirdir. Bəli. 3 yarımkürədə yerləşir. Afrika 4 yarımkürədə yerləşir. Avrasiya 4 yarımkürədə yerləşir. Amma Şimali Amerika 3 yarımkürədə yerləşir. Bu yanlış fikirdir. Ekvator xətti ilə kəsişir. Avrasiyanın Afrika kəsişir. Avrasiyada kəsişmir. Afrika kəsişir, amma Şimali Amerika ilə Avrasiya ekvator xətti ilə kəsişmir. Doğru cavab 2, 3, 4, 2, 3, 4. Sonra uyğunluğu müəyyən kondensasiya nəticəsində yaranır.
və sublimasiya nəticəsində yaranır. Kondensasiya nəticəsində deməli yağış və məlum məsələdir. Sublimasiya nəticəsində isə deməli sublimasiya nəticəsində qarla qrov yaranır. Bu da belə. Keçdik situasiya tipli suallarımıza. Sualların ən maraqlı hissəsi. Baxırıq. A dağlar litosfer tavalarının toqquşma sərhədində subduksiya zonasında yerləşir. Yəni subduksiya zonası dedikdə, yəni okean litosfer tavası materik litosfer tavasının altına gömülür. Bu dağlar zəlzələlərin tez-tez baş verməsi və vulkanların püskürməsi ilə fərqlənir. Ekvator xətti ilə kəsişən A dağlarına mütləq hündürlüyə 6000 metrdən çox olan zirvələr var. Bu dağlara nəhəng mis qurşağı yerləşir. A dağlarının meridional istiqamətdə yerləşməsi aid olduğu materikin iqliminə böyük təsir göstərir. Baxırıq 88. A dağlarının adını və bu dağların yerləşdiyi materiki yazın. Uşaqlar, əlbəttə ki, söhbət Ant dağlarından gedir. Mis qurşağı varsa orada, söhbət Ant dağlarından gedir. Plus 6000 metrdən yüksək olan zirvələr isə deməli, biri Lyakov vulkanında 6723, biri də Çimparasuda 6310 metr. İkincidə nə deyir? A dağlarının və bu dağların yerləşdiyi materik. Cənubi Amerika materikindən söhbət gedir əlbəttə ki. Cənubi Amerika. 89. A dağlarının yerləşdiyi materik ərazisinə yağıntıların düşməsi hansı okean rolunun daha böyük olduğunu və materikə ən quraq ərazinin adını yazın. Mənim məsələn Cənubi Amerikada şərq hissəsində Atlantik okeanın təsiri daha çoxdur. Atlantik okeanın təsiri daha çoxdur. Çünki şərq hissədə yüksək dağlar yoxdur. Qərb hissədə yüksək Ant dağları olduğuna görə Sakit okeandan gələn rütubətli hava kütlələrinin qarşısını kəsir. İkincidə nə deyir? Və materik ən quraq ərazisi. Cənubi Amerikada ən quraq ərazi Atakama səhrasıdır. Atakama səhrasıdır. 90. A dağlarının hansı iki tavanın subduksiya zonasında yerləşdiyini və hansı qırışıqlığa aid olduğunu müəyyən edin. Deməli, A dağları iki litosfer tavasını göstərə bilərik. Biri Sakit okean litosfer tavasıdır. Biri Sakit, digərisi Cənubi Amerika litosfer tavasıdır. İkincidə də deyir ki, hansı qırışıqlığa aid olduğu. Məlum məsələdə cavan dağ sistemi olduğuna görə Alp qırışıqlığında yerləşəcək. Doğru cavabımız deməli Sakit okean Cənubi Amerika litosfer tavası, qırışıqlıq isə Alp Himalay qırışıqlığı, yəni Alp qırışıqlığı.